Bugünkü mövzumuz harmoniyadan akord səslərinin yer dəyişməsidir. Burada söhbət nədən gedir? Akordun ümumi vəziyyəti dəyişilir. Yəni orada pillələrin yeri dəyişməklə akordun düzülüşü, melodik vəziyyəti dəyişilir və başqa formaya çevrilir. Sıx genə keçə bilir, gen sıxa keçə bilir və yaxud da prima versiyasından tersiyə, tersiyadan kvintaya məsəl üçün keçə bilir. Burada 3 üsuldan istifadə olunur. Birinci üsulda tenor, alt, soprano eyni istiqamətdə hərəkət edir. Bu üsulda düzülüş dəyişmir, yəni sıx-sıxda qalır, gen-gendə qalır. Məsəl üçün yazaq. Do majorda. Tutaq ki, yazdıq do, mi, sol, do. Bu tonika, sıx düzülüş prima vəziyyətidir. İndi biz bunu yer dəyişmə eləyəndə do, mi yuxarı gedir sol, sol doya gedir. Yəni do da miyə. Yəni hərəsi bir akordun səsi qədər qabağa getdi. Yəni midən sonra akordun sol səsi gəlir, sola keçir, mi yazmırıq. Sonra solun yerinə biz soldan sonra akordun do səsi gəlir, donu yazırıq. Dozdan sonra akordun burada bu şəkildə olur. Daha sonra tersiya vəziyyətini yazaq. Do, sol, do, mi. Burada da məsəl üçün yuxarıya gedə bilir. Do, do, mi, sol. Burada yuxarı istiqamətə gedir bunlar. Sonra yazaq do, do, mi, sol. Biz məsəl üçün bu şəkildə yaza bilərik. Do, mi, sol, do. Aha, bu da tonika, sıx düzülüş kvint oldu. Tersiya. Məsəl üçün indi başqa cür yazaq. Do, sol yazaq. Do, mi. Biz bunu aşağı istiqamətdə yer dəyişməliyik. Olur. Do, mi, sol, do. Məsəl üçün. Bu oldu aşağı. Sonra do, do, mi, sol. Aşağı istiqamətdə yer dəyişməliyəndə do, sol, do, mi. Olur. Bu oldu aşağı. Bunlar oldu yuxarı. Yuxarı istiqamətdə. Bu şəkildə bir şey alınır. İndi gen düzülüşdə baxaq. Bu birinci üsuldur. 1. Aha, bu skripka. Yazaq gen düzülüşdə do, sol, mi, do. Bu tonika, gen düzülüş primadır. Aşağı istiqamətdə yer dəyişməliyik. Do, mi, do, sol. Akordun bir pillə aşağı akord səsinə düşürük elə bil ki. Sonra yazırıq. Bu aşağı istiqamətdə oldu. Do, do, sol, mi. Aşağı istiqamətdə do, sol, mi, do. Aşağı. İndi yazaq do, sol, mi, do. Yuxarı istiqamətdə yer dəyişməliyik. Do, do, sol, mi. Bu da oldu yuxarı istiqamətdə. Oldu yuxarı istiqamətdə yer dəyişmə. Yəni bir dənə yuxarı və ya aşağı istiqamətdə akord səsinə düşürük, qalxırıq, belə bir şey. Bu qayda yəni bunu demək istəyir qısa olaraq.
İndi ikinci üsuldan danışaq. İkinci üsul. Burada deməli bu üsulda yer dəyişmə edərkən melodiyada tersiya və kvarta hərəkəti verilir. Yəni alt səsi yerində qalır, tenor və soprana bir-biri ilə yer dəyişmə edir. Məsəl üçün nə demək istəyir? Tutaq ki, deyir də do, sol, mi, do. Deyir ki, yəni burada alt səsi yerində qalır. Tenor və soprano bir-birini əvəz edir. Bas qalır yerində. Bu səs də qalır yerində. Alt səsi. Tenorla soprano bir-birini əvəz edir. Buradakı do bura gəlir. Buradakı sol da bura gedir. Belə bir şey olur. Aha, sonra yazaq. Do, mi, sol, do. Bas qalır. Alt səs də qalır. Do gəlir bura. Mi də qalxır yuxarı. Do, do, sol, mi olur yəni. Bu gen idi, sıxa keçdi. Bu sıx idi, genə keçdi. Bir dənə də yazaq. Do, do, mi, sol. Do qalır, bas qalır, altda qalır. Sol gəlir bura. Bu tenor da qalxır sopranoya. Belə bir şey olur. Bu da sıx idi, genə keçdi. Yəni ikinci üsulda basda qalır, tenor altda qalır, tenorla soprano bir-birini yerini dəyişir. Belə olanda da sıx düzülüş gen düzülüşə keçir, gen düzülüşdə sıx düzülüşə keçir. Burada bas ən aşağıda olan səsdir, soprano ən yuxarıda olan səsdir. Sopranodan aşağıdakı səs alt səsidir, ondan aşağıdakı da tenor. Bu alt, bu tenor, bu da bas. Bas, tenor, alt, soprano. Belə. Deyir ki, alt qalır yerində, bas da qalır yerində. Bu iki dənə səs yerini dəyişir. Yerini dəyişməklə də düzülüş dəyişir. Belə. Üçüncü üsulda necədir vəziyyət? Burada bas və tenorda biz hərəkət etmirik. Biz yuxarı səslərdə sözün əsl mənasında yer dəyişmə edirik. Yəni üçüncü üsul yazaq bura. Üsul. Deyir ki, yəni do, mi, sol, do. Akord belə olduğu halda deyir. Bas və tenor yerində qalır. Alt və soprano yerini dəyişir. Yəni alton olduğu yerdə sopranonu yazırıq, sopranodakı səsi. Sopranoda isə altda olan səsi yazırıq. Yəni sol do idi, indi biz bunu do sol edirik. Yəni bu alt səsi ki var, onu yuxarı qaldırırıq. Yerini dəyişirik, belə tərsini edirik. Belə bir şey olmuş. Bu da oldu sıx, bu da oldu gen. Sıxdan genə keçir, gendən sıxa keçir. Sonra do, sol, tutaq ki, mi, dodur. Bu gen düzülüşdür. İndi biz nə edirik? Do, sol, bunları saxlayırıq yerində. Mi, dodur. Biz bunu do, mi yazırıq. Bu da çevrildi sıxa, sıx düzülüşə.
Sonra yazırıq do, do, mi, sol. Do, do, sol, mi. Mi, sol idi. İndi oldu sol, mi. Bu sıx idi, gen düzülüşə keçdi. Bu şəkildə.